Pomidor bitkisində çiçəklərin tökülməsi, yəni abortiv olması, məhsuldarlığı ciddi şəkildə azaldan bir problemdir. Bu təsadüf deyil. Agro-MK'ya görə bitki bu yolla sənə açıq mesaj verir. İlk bir şey deyim, çiçək tökülürsə, demək şəraitdə problem var. Agro-MK dediyinə görə bu problemi görməməzlikdən gəlmək olmaz. İndi səbəbləri ardıcıllıqla izah edək. Birinci, temperatur ekstremalları, çox isti və ya çox soyuq hava. Çiçək tökülməsinin ən yayılmış səbəbi temperatur stresidir. Agro-MK'nın müşahidələrinə əsasən, bu amil çox vaxt əsas səbəb olur. Əgər gündüz temperaturları 35 dərəcə Selsidən, bəzi hallarda isə 40 dərəcə Selsidən yuxarı qalxırsa, çiçək salxımları tökülür, meyvə inkişafı zəifləyir. Gecə temperaturu 21 dərəcə Selsidən yuxarı qalxarsa, çiçək əmələ gəlməsi və tozlanma azalır. Digər tərəfdən gecə temperaturu 10 dərəcə Selsidən aşağı düşərsə, bitki yenə çiçəklərini tökür. Pomidor üçün optimal gecə temperaturu 12 dərəcədən 20 dərəcə Selsiyə qədər aralığıdır. Agro-MK'ya görə bu tarazlıq pozulanda çiçək ilk qurban olur. İkinci, tozlanma problemləri. Pomidor çiçəkləri öz-özünə tozlanan olsa da, əlverişsiz şərait bu prosesi pozur. Bir neçə gün davam edən yüksək temperatur və quraqlıq tozlanmanı zəiflədir və çiçəklərin tökülməsinə səbəb olur. İsti və quru küləklər bu problemi daha da şiddətləndirir. İstixanalarda isə Agro-MK'nın tövsiyəsinə görə hava hərəkəti zəifdirsə, arı, titrəyiş və ya mexaniki kömək yoxdursa, natamam tozlanma baş verir və çiçək meyvəyə çevrilmiş. Üçüncü, qida maddələrinin balanssızlığı. Bitkinin qidalanma rejimi çiçək tutumu üçün həlledicidir. Agro-MK'ya əsasən, balans burada açar rol oynayır. Azot artıqlığı zamanı bitki, yarpaq və gövdəyə üstünlük verir, çiçək tökülməsi artır, çiçək burnu çürüməsi riski yüksəlir. Amma azot çatışmazlığı da çiçək sayını azaldır. Bor çatışmazlığı isə xüsusilə təhlükəlidir. Çünki bor, tozluqların cücərməsi, mayalanma prosesi üçün vacibdir. Bor olmadıqda çiçək rüşeymləri məhv olur və abort baş verir. Fosfor çatışmazlığı çiçək tökülməsinə səbəb olur. Mis çatışmazlığı isə tozluqların yaşam qabiliyyətini azaldır və meyvə tutumu baş tutmur. Agro-MK bu mərhələdə mikroelementlərin rolunu xüsusi vurğulayır. Dördüncü, su stresi. Torpaq nəminin kəskin dəyişməsi bitkiyə mənfi təsir edir. Agro-MK'ya görə pomidor sabitliyi sevir. Quraqlıq zamanı bitki sağ qalmaq üçün çiçəklərini tökə bilər. Qeyri-sabit suvarma rejimi kök fəaliyyətini pozur, kalsiumun daşınmasını zəiflədir və dolayı yolla çiçək və meyvə problemləri yaradır. Pomidor suyu sevir, amma dalğalı suyu sevmir. Beşinci, xəstəliklər və zərərvericilər. Bəzi xəstəliklər birbaşa çiçəklərə hücum edir. Agro-MK'nın sahə müşahidələrinə əsasən, bu risk çox vaxt geç fərq edilir. Boz çürümə, Botrytis cinerea, çiçəkləri yoluxdurur, saplaqlar qızarır, çiçəklər quruyub tökülür. Viruslar, TOMV, TYLCV, CMV, çiçək abortuna və tökülməsinə səbəb ola bilər. Tripslər, mənənələr və tarla taxta bitləri çiçəklərlə qidalanaraq onların deformasiyasına və tökülməsinə yol açır. Altıncı, bitki yükü, məhsulun çoxluğu. Bitkinin üzərində həddindən artıq meyvə olduqda, yəni sink rəqabəti yarandırda, bitki yeni çiçəkləri qidalandıra bilmir. Xüsusilə zəif kök sistemində, Agro-MK'ya görə bitki seçim edir, mövcud meyvəni saxlayır, yeni çiçəyi tökür. Yekun, çiçək tökülməsi tək səbəbli problem deyil. Bu, temperatur, tozlanma, su, qida, yük və ümumi idarə etmənin nəticəsidir. Bitkini məcbur etmə, şəraiti düzəlt. Agro-MK'nın yanaşmasına görə çiçək onda özü meyvəyə dönəcək. Agro-MK